Ada Universitetində 2 süni göl var. Bunlardan birincisi 2019-cu ildə tikilmiş və 3500 kvadrat metrlik kampus parkı gölməçəsidir. Digəri isə 2025-ci ilin sentyabrında tamamlanan Faza 3 hovuzudur. Faza 3 süni göl uzun axın strukturu ilə birlikdə 3000 kvadrat metr ərazini əhatə edir. Bu süni göllərdən təkcə dekorativ məqsədlər üçün deyil, eyni zamanda Ada Universitetinin bütün sahələrinin suvarılması üçün bioloji su anbarı kimi istifadə olunur. Xüsusilə isti yay aylarında bu süni göllərdən hər gün suvarma məqsədi ilə 800 kub metrə qədər su istifadə olunur. Suvarma üçün süni göllərdən istifadə olunan suyu əlavə etmək üçün şəhər suyu israf edilmir. Adalar arasında qazılmış 16 quyudan istifadə olunur. Yuxarı və aşağı süni göllərdən yerləşən bu quyuların suyunun düzlüyünü suvarma üçün yararsız olduğundan hər iki süni göllərin mexanik otağında əks osmos sistemi quraşdırılmışdır. Bu sistem suyu suvarma üçün yararlı hala gətirir və sonra onu süni gölə qaytarır. Bioloji sistemlərlə filtrasiya və sirkulyasiya olan bu süni göllərdən azon generatoru ilə suyun təmizlənməsi mövcuddur.